Pasientimiz bəyəfəndi, orta yaşlıdır. Şikayətləri nədir? Sağ qolunun qalxmaması, çiyni oynağında ağrı səbəbindən və sol tərəfli bu çana oynağında koksartroz 3-cü dərəcə, bununla yanaşı avaskular nekroz, oynaq başının çürüməsi. Biz bu pasientimizə 2 il öncəsinə oynaq daxilinə təkrarlanan ozon inyeksiyasından sonra 1 ildən çox fayda görüb. Hal-hazırda bizə indiki müraciət səbəbi həm çiyni oynağında ağrı səbəbi, həm də çanaqda olan problemin həllinə müalicələrimizin davam etdirməsidir. Bu baxımdan biz nə elədik? İlk növbədə xəstənin sağ çiyni oynağına düşdük. İğne ilə görürsünüz, oynaq içərisindəyik. Kontrast maddəni vurandan sonra oynağın içində boyanmanı tam şəkildə görürük və müalicəvi dərman qarışığımızı yeritdik. Oynaqla bağlı, çiyni oynağına bağlı müalicəmizi bitirdik. Yəni 3 nöqtədən növbəti mərhələdə isə iğne ilə düşürük bu çanaq oynağın içərisində və görürsünüz, görüntülərdən də bu oynaq başının bu hissəsində 2 il öncəsində olan avaskular nekroz demək olar ki, olduğu kimi qalıb, hissləşmə yoxdur, oynaq başında çökmə, qırılma yoxdur, şükür. Yəni, bu müalicənin effektivliyinin bir göstəricisidir. İğnəmizi oynağa doğru yönəldirik və doğru yerdə olduğumuzu təsdiqləyirik. Kontrast maddənin doğru yayılması və ardından isə hialuron turşusu sıxılığı çox olan preparatı yeridik oynaq daxilinə. İnşallah ümid edirəm ki, pasientimiz bundan çox fayda görər və uzun aylar, illər ağrısız həyatına davam edir.